Mənim izləyənlərim Azərbaycanın xalq şairi, dəyərli şairi, dəhşət şairi ki, sizə mən qovlum vermişdim ki, İnşallah mahnılarını eşidəcəksiniz. İndi yanımdayıq, burada bərabərik, oturmuşuq. Vahid Əziz, Profesor Vahid Əziz. Yəni, mən belə deməliyəm ki, ədəbiyyat, şeir, mahnı haqqında bunun tayı olmayıb. Sizə də demişdim. İnşallah bir yarım saat, bir saate qədər bura AzTV-nin stüdyosudur. Çöndər oranı da görsünlər stüdyonu. Burada çəkiliş olur. Səyyarə xanımla, Vahid Əziz müəllim də mənim indi yanımdadır, bərabər çıxış edirik. Mən sevərdim ki, Vahid Əziz müəllim, hissiyatınızdan deyəsiz, İranda mənim izləyənlərim hamısı izləyirlər sizi. Çox şadam ki, mən dəfələr olmuşam Təbrizdə, çox sevmişəm İranı, çox sevmişəm Təbrizi, çox sevmişəm Tehranı, çox sevmişəm sizin insanlarınızı. Dilimiz bir, imanımız bir, qanımız bir, torpağımız birdir. Təbriz yanğısını sizə demişdim da. Hə, Təbriz yanğısını yazan bu böyük sənətçidir. Və mən çox şadam ki, Ağay Mansurla tanış olduq. Sözlərimə gözəl mahnılar yazıb. Bu mahnıları bugün burada səsləndirəcəyik. Biz burada bizim hörmətli aparıcımız olan Səyyarə Səyyafın verilişində olacağıq. Verilişin adı Ovqatdır. İnşallah bilirəm ki, İranda bu verilişlərə baxırlar xaricdə. Baxanda görəcəksiniz. O verilişi çox maraqlı veriliş olacaq. Ağay Mansurun yazdığı təxminən bir 25 mahnı yazıb sözlərimə. Onların elə demiyorlar ki, bir xeylisi, yarısına qədər burada oxunacaq bugün. Oxunacaq bugün burada. Səslənəcək. Ben hamınızı salamlayıram. İnşallah arzu edirəm ki, vaxtsa İranda biz üzbəüz görüşə bilərik. İnşallah. Salamlayıram. Sağ olun. Sağ olun. Bu da ki mənim qızımdır da. Bu da Rəha qızım buradadır. Bərabər inşallah bir az zamandan sonra çıxışımız olur inşallah. İnşallah. Sağ olun, sağ olun. Sağ olun.